Prezident İlham Əliyevdən ünvanlı sosial yardım alan ailələrə sevindirici xəbər. 200 manatlıq bir dəfəlik yardım ödəniləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan yeni sərəncama əsasən 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində bir dəfəlik maddi yardım veriləcək. Bu qərar sosial rifahın gücləndirilməsi və aztəminatlı ailələrin yeni il ərəfəsində maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilib. Məlumatı Manşet yayıb. Sərəncamın icrasını təmin etmək məqsədi ilə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 15 milyon 300 min manat vəsait ayrılıb. Bu məbləğ birbaşa olaraq ünvanlı sosial yardım alan ailələrə yönəldiləcək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənişi həyata keçiriləcək. Sərəncamda həmçinin Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə aidiyyatı üzrə bu qərardan irəli gələn bütün məsələlərin həll olunması tapşırılıb. Bu ödənişlərin vaxtında və şəffaf şəkildə icrasını təmin etməyə xidmət edir. Qeyd edək ki, bu tip dəstək addımları Prezident İlham Əliyevin sosial həssas əhali qruplarına, xüsusilə aztəminatlı ailələrə göstərdiyi xüsusi diqqət və qayğının daha bir nümunəsidir. Yeni il ərəfəsində edilən bu maddi dəstək minlərlə ailənin sevincinə səbəb olacaq.